Salam, hər vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Veteranlar Liqasında günün növbəti qarşıdurmasındayıq. Turan Falcons və Zəfər komandaları qarşılaşır artıq. Oyunun hakiminin də start siti səsləndirilib. Uğurlar arzulayırıq hər iki komandaya. Bol qollu atletli gözəl bir maç diləyilə. Biz sizə NF olaraq heyətləri təqdim edəcəyik. Turan Falcons komandasında heyətləri belədir. Kapitan 8 Ramil Kasımov bu arada bugün onun doğum günüdür. Zənnimcə 43 yaşını qeyd eləyir. Ona Allahdan uzun ömür, can sağlığı diləyirik. Uğurları da bol olsun iş karyerasında, futbol karyerasında fərq etməz. 8 nömrə Ramil Kasımov kapitan, 10 nömrə Əhməd Alcanov, 66 Şahin Məmmədov, 9 Salih Abdiyev, Qalkiber 1 Vüqar Qurbanlı, 20 İlqar Orzəliyev, 11 Məhəmməd Vəliyev. Zəfər komandasında isə heyətləri belə. Kapitan 10 nömrə Rüstəm Əliyev, 7 Emin Əhmədli, 6 Əkbər Hüseynov, 12 Rövşən Ağazadə, 3 Fərrux Heydərov, 8 Ziya Abdulzadə, 2 Amid Abışov, qapıcı 1 Zaur Qasımov, yox, qalki belə hər dəfə Zaur Qasımovun 1 nömrəsi bizim fikrimizi yayınırıq. Qalki bir deyil o, Zaur Qasımov, 9 Ziya Qasımov. Əfsanələr Liqası, təşəkkürlər. Xoş gəlmisiniz. Salihdən topu hissi var, indi Eksu məmləsi sol saha. Qapıya doğru zərb indirilir, Qalkiperdən refleks yaxşanlı Şahin. Eksu'ma çıxmağa çalışır Turan Falcons komandası bir qədər çətin vəziyyətdə. İlqar Oğuzəliyev ötürməsi yaxşanlı Salih. Qapı direği mane olur qola. Direği imkan vermədi bu epizodda hesabın açılmasına. Dapan ötürməsi uğursuz cəhdə olur. Abışov sağsına ötürmə, zərbə mövqeyi blok qoyulur zərbəyə. Korner. Daha bir ötürmə gəldi. Bir növ Azərbaycan sayağı bir korner yerinə yetirməyə çalışırdı Zəfər komandasının oyuncuları, amma uğursuz bir cəhd olur onlardan. İlqar Oğuzəliyev sınaq dəyişməyə çalışdı. İndi Eksucu Əkbər keçmədi top. Salih Ramil Kasımovdan tək toxunmuşdu ötürmə. İndi Alcanov topladı. Keçmədi 2 nəfərin atəsində ötürmə. Eksu məmləsi Zəfər komandasından qarşıladı Şahin. Bu dəfə Eksusuma isə Turan Falcons komandası çıxır. O İlqar Oğuzəliyev. Bu dəfə onun top ayağına oturmur. Kifayət qədər qüvvətli zərbələrə malik oyunculardandır. Dəfələrlə demək olar ki, hər maçda qola imza atmağa sevən oyunculardandır. Alcanova qarşı təhlükə oyun yox idi o epizodda. Abışov ara ötürməsi yaxşı gördü. Topanla zərbə. Qeyri deyqanlar Rüstəm Əliyev tərəfindən. Bax, YouTube çəkilişini saxlamıram. Məsələ özləri işləyəcəklər. Yenə də spam bildirişi gəlib, artıq səhifəmiz yenə də çöküşə gedir. Yenə çöküşə gedir, qardaş. Artıq bugün 3-cü səfərdir, yoxsa 4-cü səfərdir. Spam bildirişi gəlir. Yayım çöküş vəziyyətindədir. Hər zaman aşağı 100-150 nəfər, 200-300 nəfərlik olan canlı yayım bugün qalxış edir 150-180, 200 nəfərə, yenə də düşdü 9, 10, 15 nəfərə. Bu arada təhlükəli çox. Turan Falcons komandası hesab açır. Əhməd Alcanovla komanda 10 nömrəsi topu tora qovuşturdu. Turan Falcons 1, Zəfər 0. Ramil Kasımov çatmalı topun valla.
Out. Alcanov top qapısının əlindən çıxmışdı. Korner. Alcanov. Əhsən Abuşov. Çox yaxşı blok qoyur Hamid Abuşov. Ramil Şazımov. Ötürmə kəsmədi. Emin Boxtukopiyat zərbəsi dəf olunur. İmkan vermədi Vüqar Qurbanlı bu dəfə. Qayda pozuntusu. Alcanov. Dubli imzası Rəhməd Alcanov. 2-0 olur hesab. Emin. Fərruq. Geriyə çəkildi Hamid. Emin keçmədi onda ötürməsi. Əksuma skrindi. Turan Falcons komandası kapitanının Cekan ötürməsi. Salih. Dəf olunur zərbə. Şüpər Hüseynliyə qarşı yoxdurmuş o blok. Qaydanın pozu. Şüpər Hüseynli. Sağsına ötürmə. Əşbər Hüseynlidən zərbə qapını aralı keçir. Zərbə geri deyil. Salih Avdiyev. İlqarın zərbəsi bloklandı. Out. Artıq bu İspan bildirişlərindən əməli başda boğazı yorulmuşam. Vallahi heç kim başa düşmür. Meydançanın kənarında tütün məhsulları istifadə etdikdə avtomatik olaraq bildiriş gəlir. Tüməyəldi, Avdiyevin ötürməsi bloklanır. (2-0) Turan Falcons öndədir hesabda. Abuşov. Rüstəm. Ok qoydular Rüstəm Əliyevin zərbəsinə. Türmə keç. Out. 2-0 boş şeyde oynuyor. Şun zərbəsi yeni yetirilir. Salih Atiyev. Salih. Turan Falcons əksüzündə 3-2 asılıqla yaxalayıblar rəqibləri. Ay. Birə bir fürsət qaçdı əldən.
Out. Eşber Hüseynli. Geriyə çəkildi. İndi sol sana ötürmə. Emin zərbə indirir. Refleks yaxşı alındı. Qapıçıdan. Ekşusun. Salih. Avdiyev. Qeyri-tek zərbə indirir. Topa gelmeye lazımdı. Mehmet. Abuşov. Növbəti zərbə və top torda. Top tordadır. Bəlkə də lent alına bilmədi bu hissə. Belə cihazla bağlı problem yaşandı. Üçüncüdən zərbə. Gəlişinə daha bir zərbə. Qapısı yerindədir. Eşber Hüseynli. Amansız mübarizə. Out. Zərbə bloklandı. Daha bir out. İlgar. Şahin'den Cınatı eşdirən bir ötürmə gəldi. Kasımov. Salih taban ötürməsi kesmir. Aha. Bir qədər problemlər yaşanmışdı. Cihazlarla bağlı onları həll etdik. İndi rahat şəkildə oyuna qayıda bilər. Havalar isti, cihazlar isinir normal olaraq. Bəzi sərinkeşlər də onları sərinlətmək lazımdır məcburən. Əks təqdirdə görüntü heç yaxşı olmayacaq. Turan Falcons eksüzumda. Qüvvətli zərbə gəlir, amma blok qoyuldu zərbəyə. Temmi, teşekkürler. Deyəsən bu Təmrazdır. Əliyabad məğlub oldu zənnimcə. Neçənci dəfə soruşurlar. Ziya. Pauza etdi İlkar Oğuzəliyev. Kesmir ötürmə. Out. Elşən, aleyküm salam. Yeni gələnlər xoş gəlib, səfa gətirib. Ziya. Sınaq dəyişdi, top Emində. Emin. Üçüncü rəqibində keçir, amma üçüncü rəqibində keçə bilmədi. Yenidən Ziya. Blok qoyuldu topa. Out. Xətai komandası 6-3 hesabı ilə qalib gəldi Qala ilə mübarizədə. Emin çəkdi sol ayaqla və gol! Zəfər, daha doğrusu bəli, Zəfər komandası tarazlı qolunu gətirir.
Eminlə bərabər. 2 oldu hesab. Təşəkkürlər Sadiq. Senin de olur. Uzaqlaşdırıldı top. Növbəti zərbə Emin'dən bu dəfə Golkiper Vüqar Qurbanla diqqətli idi qapısında. Gün zərbəsi yoxsa out? Out. Bloklandı zərbə. Comeback 2-2 yemiş. Davay. Üst eləyəcəyik inşallah. Rüstəm! Gol! Kapitan yenidən tarazlığı bozur. Yenə lazım anda, yenə önəmli anda kapitan Rüstəm Əliyev çatır komandasının dadına. Mükəmməl geri dönüş gəlir. Zəfər komandasından 3 gol hesab. Üstəmə məlusa. Şahin Özcanov, Əhməd Alcanov outdadır top. Əhməd korner. Gəlişinə Salihdən zərbə qapını aralı keçir. Aha, gəl indi əkiz qardaşları ayırdı et. Zar və Ziya qardaşlarını. Kasımov. Nə baş verdi? Zəmincə 9 nömrə bəli, Ziya Qasımovdur. Zar Qasımov digər sınaqda. Aha, ayrı edəcəyik. Abdiyev, 50 oyun qeyd alınıb. Ziya sağ sınaqdan irəliyir. Keçdi Məhəmməddə və qayda pozuntusu var. Bəli, sürüşmə fəndini yerinə etmək olmaz. Bir də time-out ayırılırıq. Zərmə zərbəsi yeni yetiriləcək. Qoy. Ay. Blok qoyuldu zərbəyə. Məhəmməd. Sağ ötürmə qarşılandı. Geriyə çəkildi top. Qapısından yenidən solsuna Şahin. Müdafiələrlə ki paslaşırlar. Salih. Kasımov. Ünvana çatmır ötürməsi. Ziya. Ara ötürməsini etdi. Top ünvana yenə də çatmadı. Alcanovdan qüvvətli zərbə qapının üzərinə yollanır. Uzun pas gəldi, top Ziyada. Mərkəz istiqamətində taban ötürməsi Fərruxdan yaxşı aldı. Ziya sınağı dəyişməyə çalışır. Keçmir yenə də pas. Fərrux. Məhəmməd. Reydləri yaxşı alınır elə ki. Alcanov. Zardan ötürmə gəldi. Ziya istiqamətini aşırmaz zərbə. Qol çərçivənin üzərinə yollanır.
Sağ saha Ziya. Ziyanın ötürməsi keçmədi. Daha doğrusu Məhəmmədin ötürməsi keçmədi. Alcanov. Ramil Şasımov. Şasımovun ötürməsi uğursuzdur. Yuxarıdan. Ramil Şasımov uzaqlaşdırır top meydandan. Daha bir ötürmə gəldi, amma alta yollanar top. Eşber Hüseynli. Emin. Daha doğrusu Fərrux idi bu. Uzaq altılığa fırlatmağa çalışdı, amma az-azıq qeyrirdəyi olur onun zərbəsi. Sonra dəyişdən ötürmə gəldi Əhməd. Məhəmməd gözəl hərəkətlər ondan. Şimdi olan deyil, Sivayda konusu yoxdur. Fərrux. Fərruxun ötürməsi Əşbər Hüseynliyə. Hüseynli bloklandı zərbə. Turan Falcons komandası üçün burada sayı. Zərbə mövqeyi axtarır, amma vermədi Hamid abi şovuna. Yayımıza yeni qatılan izləyicilər, xoş gəlib, səfa gətirib. Qarşılandı ötürmə. Müdafiə arxasına doğru ötürməyə gəlir, amma qapıcı vaxtında müdaxilə edir. Uzaqlaşdırır topu meydandan. Belə ilə hakimdə ikisini yekunlaşdıran fitil səsləndirdi. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə. Hələlik. Hazırda oynayırlar. Bir daha vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Artıq masada ikinci hissə start götürür. Biz ilk hissəni Zəfər komandasını 3-2 hesabı üstünlüyü ilə yekunlaşdırdıq. Görək həlləyici hissədə necə bir maç bizləri gözləyir. Turan Falcons təhlükəli gəlib. Alcanovun zərbəsi toru yandan silkələyir. Yayımı izləyərkən canlı yayımızı bəyənməyiniz, paylaşmağınız o qədər gözəl olar, o qədər gözəl olar. Möhtəşəm olar. Türmə mərkəz istiqamətində İlqar. Şahin. Türmə gəldi. Alcanov. Blok. Verildi. İlərindən biri. Əhməd Alcanov. İlqar Orucəliyev və gol! İlqar Orucəliyev tarazlığı bərpa edir ikinci hissədə. 3-3 olur hesab.
3-3. O qəlbi daş izləyici. Ax belə heç bəyənmə. Paylaşma. Səhifəni izləmə. Minnətdaram. Sənə də salam olsun. Daha bir out. Ne baş verir orada? Salih. Növbəti zərbə çərçivənin üzərinə yollandı. Etirazlar neydi? Anlaya bilmədik tam olaraq. Abuşov sürətli ötürmə alındı. Ekranı bəyənənlər, həmin o Əliviz qolumuz hər zaman ruzili bərəkətli olsun. Minnətdaram. Bəyənməyənlər, var olasın. Təşəkkürlər. Nə demək olar? Əz burada deyilsiniz. Emin indi son sanatdan irəliyir. Bir reyd gəldi. Qayda ponusu yoxdur. Şimdi fikrinizə tam qarşısındaydı epizod. Əhməd Alcanov. Alcanov ötürməsini etdi. Salih uzaqlaşdırıldı top. Rüstəm Əliyev. Əliyev. Rüstəm. Zərbə dəf olunur. Qaydan topu da zərbə səsindən üzərinə yollanır. Burada da qol olsaydı. Əhməd. Ziziz İbrahimov. Təşəkkürlər. Emindən sağ saha. İndi zərbəyə blok qoyuldu. Alcanov. Sağ saha Oruc Əliyev. İlqar. Top yenidən Ramil Kazımovda. Alcanov. Ramil Kazımov. Əhməd. Top yenidən İlqarda. Keçmədi ötürməsi. Rüstəm Əliyev. İlqar Oruc Əliyev. Ara ötürməsi yaxşandı. Salihdən sağ saha. Qapçı. Uzaqlaşdırdı qapçı. Canlı yayımıza yeni qatılan izləyicilər, digər izləyicilərimizə ekran bəyənisində, paylaşımında bir qədər dəstək olsanız, minnətdar olaraq sevindirərsiniz bizi. Əksuma çıxır indi. Zəfər komandası. Rüstəm Əliyev sağ Əkbər. Qarşıladır ötürməni alt. Salih. Qayda ponusu qeyd alındı. Tutan çıxdı. Abuşov. Top alta yollandı. Ziya qarşılayır. Əkbər. Topu atladı yenə. Şahin. Qeyri dəqiq bir ötürmə etdi Şahin. Ünvansız bir ötürmə Emin'dən. Out. Uğursuz, yenə uğursuz həm də.
Ötürmə keçmədi. Gülşov ötürməsi gəldi Ziya istiqamətində, amma Şahin nəzarət edirdi epizota. Ramil Kasımov qayda pozulub Hamid Abışova qarşı. Ziya qayda pozulub Ziya tərəfinə hakimin fikrincə. Əhməddən sağsına ha. İlqar. Altda da top. Emin. Emin'den geriye doğru ötürmə Ziya. Sınaq dəyişə bilmədi. Əks hücumdadır Turan Falcons. İlqar. Evet out. İlqar. İmkan vermədilər İlqar Oruc Əliyevə. Yenidən İlqardan daha bir zərbə. Bu dəfə sol ayağı ilə indirmişdi, amma yox qoyuldu onun zərbəsinə. İlqar 2 nəfərin atəsindən çıxdı. Rüstəm. Rüstəm Əliyev. Sağ sınaqda Əkbər qəbul etdi. Üç bərabərliyi var maçda. Elə ki, Zəfər və Turan Falcons komandaların mübarizəsində. Tarazlıq hələ də pozulmayıb. İkinci hissənin ortalarına doğru yaxınlaşırıq. Out. Ziya. İlqar. Bitirdi topu Oruc Əliyev. Urguşta sen al. Emin. Sağ Ziya yaxşı gördü Əkbəri. Ay Əkbər. Ay Əkbər. Qaçırtdı fürsət Əkbər sinli. Mesafe ara. Emin. Ziya. Rüstəm. Əks-hücum. Pauz elədi İlqar. Ara ötürməsi çox gözəl alıntı və Ziya. Necə çatdırdı özünü. Geriyə doğru Şahinin zərbəsinə blok qoyuldu. Əkbər Hüseyn ilə sağ sınaqda irəliləməyə çalışır. İmkan vermədilər ona. Daha bir out. Rüstəm. Geridək zərbə Emin'dən. Bir qədər. Ekrana bəyənə izləyərkən zəhmət olmasa. Tapan ötürməsi Şahin.
Hava ötürməsi isə elə yüksəkdən alınır. Daha bir pas gəldi cərimə meydançasına. Zeus uzaqlaşdırdı. Salih Avdiyev. İndi qüvvətli zərbə gəlir, amma top qapıdan aralı keçdi. Salih yenidən İlqar. Ok qoyuldu zərbəyə. Növbəti zərbə qapısı dəf edir. Üçün zərbəsi. Ziya işte çıkarsan 55 dakikası var. İlqar. Məhəmmədin topu qəbul etməsinə Ziya imkan vermədi. Out. Uzun və uğursuz bir ötürmə gəlir. Fərrux. Yaxşı fikir idi əslində, lakin çox sürətli atdı topunu. Məhəmməd, ara ötürməsi, yaxşı alır, Alcanov, gol! 4-3 olur hesab. Əhməd Alcanov artıq maçın qəhrəmanına çevrilir demək olar. Turan Falcons 4, Zəfər 3. Maçın ən yaxşı oyuncusu da hazırda. Xət-triki imza atır. Abuşov. Yavaş ver. 50 oyun. Rüstəm Əliyev. Out. Abuşov kapitandan qayıtdı onun zərbəsi. Gəlişinə daha bir zərbə. Fərrux bəxti gətirmədi bu epizodun. Dirək mane oldu qola. Enerjən bizim izləyicilərimizin arasında. Out. Fərrux. Fərruxda. Fərruxun ötürməsi çatmadı Kanlıyalaşdan, amma korner qazanır. Şahin, Əhməd Alcanov. Əks-hücum. Alcanov. Bu dəfə əks-hücum Zəfər komandasında. Fərrux. Keçmədi ötürməsi. Bu dəfə zərbə. İmkan vermədilər. Bulqar Qurbanla üzərinə gələn topu dəf edir. Rüstəm Əliyev. Planda zərbəsi out. Niye geldin buraya? Lan bir topu attın mı? Top iste. Hayır, ama topu götürdü ha. Alış topu ola. Biləbil. Rüstəm Əliyev. Qapısı yerində yaxın künc bağlı. Müdaxilə vaxtında alınır.
İkinci zərbəsində düzgün şəkildə yerinə yetirilmədiyi üçün top rəqibə təhvil verilir. Bir qədər də time-out ayrılır. Time-out yekunlaşdı, yenidən oyuna davam. Artıq 50-ci hissənin yekunlaşmasına təxmini 5-6 dəqiqə qalıb. Növbəti zərbə və gol! Top torda da 4-4 olur hesab. Emin son dəqiqələrdə hesabı bərabərləşdirir. Zəfər komandasından Stas golu gəlir. Məhəmməd Alt. Fərqdən solsuna ötürmə gəldi, amma bu dəfə Eminin zərbəsi qapının üzərinə yollanır. Fərrux. Qayda pozuldu Şahinə qarşı, yoxsa? Bəli, Şahinə qarşı çoxudu var. İşarə gəlib, Alcanov. Canlı səhətdən qayıtdı top. Salih. Sazan. Məhəmməddən zərbə qeyri-dəqiqdir. Şahin. Paralel ötürmə gəldi. Əhməd Alcanov. Top içkisinə yol verdi. Ziya. Topu aldılar ondan, amma top meydanı tərk edir. Ziya sen de Ahmet buradadır. Top Ziyata. Zəfər komandasına növbəti hücum əmləsi. Divar pası uğursuz alınır. Altı adam edəcək onların hücumu. Baş verdi. Divar pası Emin'dən zərbə qapılar aralı keçir. Təhlükəli bir hücumu idi, amma qolla nəticələnmədi. Kasımovun ötürməsi başla qarşılandı top. Ziya. Abuşov və Salih qaydanı pozub. Abuşova qarşı. Erman 4-2. Çivis ne ya? Bak çivis ne ya? Fərrux. Atlan xeyli maralı keçir onun zərbəsi. Salih. Bax, indi top meydanı tərk etdi. Ziya. O ötürməsi çox yüksəkdən alınır. İlqar Orucəliyev.
Şahin. Yenidən İlqar. Ram edə bilmədi topu. Zəfər komandasına Ekşüsum. Alt onların hücumu davam edəcək. Fərruh. Emin öz zərbə indirdi. Zına dəyişmir. Aqil, aleyküm salam. Ziyakan oturma sahasına Hasu Ali yaxşı ram etdi. Alt yeni yetirilir. Yayımı bəyənən dəyərli izləyicilər. Əlviz qolunuz var olsun. İndi Rüstəm Əliyev tək başına idi. Artıq biz şərh etməkdə bir qədər yorğunçuluğumuz olmasın deyə izləyicilərlə danışıq edə bilmirik. Yayımı bəyənin deyə dəfələrlə təkrar edə bilmirik. Minnətdarıq demədən yayımı bəyəndiyiniz üçün. Hamid Abuşovdan solsuna ötürmək əlti. Emin keçdi bir rəqibini. Çətin vəziyyətdədir. Geriyə doğru ötürmək əlti. Abuşov. Məhəmməd. Ekşusuma çıxır. Turan Falcons yox. Tez-tez top itkilərinə yol verirlər tərəflər. Fərruh zərbəni indirir ikinci zəhdə qapısı topu tutdu. Və beləliklə oyunun hakimliyində final fitili səsləndirilir. Bu maçda qazanan tərəf ancaq dostluq olur. Sülhlə bitir maç 4-4 bərabərliklə. Biz də reportajımızda bu maraqlı maçdan sonra çatdırırıq. Oyun boyunca sinəməni demişəsiniz Heydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.